Bu qarışqa artıq bir zombidir. Bədəninin idarə etməsini başqa bir canlıya təslim edib. Tanış olun, Cordyceps, digər adı ilə zombi göbələyi. Bu göbələk qarışqanın bədəninə sızdıqda əzələlərini, sinir sistemini ələ keçirir və qarışqanı bir kukla kimi idarə etməyə başlayır. Qarışqa artıq öz koloniyası üçün deyil, yalnız bədənindəki parazit göbələyin həyatda qalması üçün çalışan bir mexanizmə çevrilir. İradəsi uğurlanmış qarışqa göbələyin çoxalması üçün ən əlverişli mühitə, nəmli və yüksək bir ağaca dırmaşmağa başlayır və nəticədə o qorxunc son yaşanır. Qarışqa ağacı bütün gücü ilə dişləyir və ölüm kilitlənməsi başlayır. Bu, onun son hərəkətidir. Ölüm kilitlənməsi qarışqanın çənəsini bir daha aça bilməmək şərti ilə möhkəm sıxmasıdır. Göbələyin böyüməsi günlərlə davam edir və bu müddətdə qarışqa yerə düşməməlidir. Buna görə də göbələk qarışqanın cəsədini ağaca bərkidərək özünü təminat altına alır. Qarışqa artıq bir canlı deyil. Göbələk üçün sabit bir dibçəkdir. Günlər sonra qarışqanın cəsədindən nəhəng bir göbələk çıxır və ölümcül mikroskopik tozlarını, yəni sporlarını aşağıdakı digər qarışqaların və həşəratların üzərinə yağdırır. Cordyceps təxminən 400-dən çox növü olduğu düşünülən, əsasən Çin, Nepal və Tibetin yüksək dağlıq yaylaqlarında mövcud olan bir göbələkdir. Yaxşı xəbər budur ki, insan bədəninin temperaturu bu göbələyin yaşaması və yayılması üçün əlverişli olmayacaq dərəcədə yüksəkdir. İnsanlar üçün isə hələlik bir təhlükə yoxdur.